Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri bu günlərdə Rusiyadan qayıdan və tezliklə Qarabağda fəaliyyətə başlayacağını elan edən General Samvel Babayan Sivilnet internet televiziyasına müsahibə verib. Azadlıq radiosunun erməni xidməti General Samvel Babayanın müsahibəsindən yeni fraqmentləri yayıb və həmin fraqmentlərə əsasən Başkəsən Samoya indi ən düzgün danışan erməni ləqəbini də əlavə etmək olar. Samo Azərbaycan ordusunun aprel döyüşlərində təmas xəttinin Ağdərə Goranboy və Füzuli-Cəbrayıl istiqamətlərində ələ keçirdiyi mövqələrin strateji əhəmiyyətə malik olduğunu deyib. Mən bilmirəm kim o əraziləri ölçüb, 800 yoxsa 1800 metr olduğunu müəyyən edib. Həmin mövqelərə konkret olaraq Mardakert, yəni Ağdərə istiqamətindəki mövqelərə gəldikdə, onlar ikili təyinatlı strategik məntəqələr idi. Birincisi, onlar həmin istiqamətdəki kəndlərin sakinlərinə yaşamaq imkanı verirdi. Bu torpaqlar Dağlıq Qarabağın təbii sərhədləridir. Biz o vaxt öz təbii sərhədlərimizə çıxmışdıq. İkincisi, həmin ərazilərdən bütün düzənlik Gəncədən Beyləqana qədər bizim ovcumuzun içində idi. İndi biri deyir bu ərazilər strateji idi, o biri deyir belə deyildi. Həmin əraziləri görmədən onlar necə belə deyə bilər? Strateji olmayan mövqe yoxdur. Xüsusən də Mardaket istiqamətində deyə Samvel Babayan qeyd edib. Samo onu da bildirib ki, Azərbaycan böyük sayda silahlar alır. Bu zaman əsas vurğunu artilleriya, raket və hərbi hava qüvvələrinə yönəldir. Təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə Ermənistanın nə maddi, nə də insan resursları Azərbaycanla müqayisə edilə bilməz. Siz təsəvvür edirsinizmi? Onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini yerləşdiriblər. Sual yaranır. Niyə? Qarabağa zərbə indirmək üçün. Belə olsaydı onlar həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdi. Biz danışanda ki, hücuma hazırıq. Rəqib hökmən bundan istifadə edəcək və artıq İrəvana zərbə indirəcək. İrəvandan Naxçıvana cəmi 42 kilometrdir. Bu silahlar, həmin reaktiv sistemlər 70-150 kilometr məsafəni vurur. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıqmı? Bakıda çay içəcəyik deməklə iş bitir ki, bilirsiniz, Bakıda çay içmək olar. Ancaq mən qorxuram ki, onlar tezliklə Yerevana çatacaqlar və burada çay içəcəklər. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əskər o qədər raketin qabağında dayana bilməyəcək. Əgər bir dəqiqədə ön xəttdə 25 min mərmi düşərsə, orada adam dayana bilər. O nə deməkdir ki, bizim əskərin döyüş ruhu yüksəkdir? Onlar raketi tutacaqlar, yoxsa əskər mərmini havada ovlayacaq? Biz əskərin təhlükəsizliyi haqqında düşünməliyik. Samvel belə deyib. Samonun fikrincə, Ermənistan ilk növbədə hava hücumundan müdafiəni gücləndirməlidir. İkincisi, rəqib artilleriyasının mövqelərini müəyyən edən qurğu alınmalıdır ki, cavab atəşi ilə həmin mövqeləri vurmaq mümkün olsun. Hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz 2 raketlə Bakını yerlə bir edəcəyik. Hansı ki, heç həmin raketlərin gücünü və imkanlarını belə başa düşmürlər. Öz xalqını aldatmaq olmaz, Babayan bildirib. Samonun sözlərinə görə, Ermənistanın Rusiyadan 200 milyon dollar kredit götürüb Azərbaycanın aldığı silahlardan Smerç və ağır od saçanlardan alması anlaşılmazlıqdır. Düzgün taktika deyil. Bu o deməkdir ki, onlar bizi vuracaq, biz də onları. Biz Azərbaycanın malik olduğu bütün silahlardan ala bilmərik. Azərbaycan uzun müddətli müharibəyə hazırlaşır. Bu siyasətə qarşı dayanmaq üçün resurslar lazımdır. Ermənistanda isə bu resurslar yoxdur.